Deməli, indi sizə Warped Text effekti baş salacağım. Warped Text effekt nə olan şeydir? Buradan belə nümunə kimi göstərim sizə. Warped Text effekti yazdığımız zaman baxın, belə tipli, yəni hər hansısa bir formalı fiqura yazını formalı fiqura otuzdurmaqdır. Yəni avtomatik olaraq istədiyiniz bir yazını müəyyən bir çəkdiyiniz fiqurun formasını otuzdurmaq üçün istifadə edilir. Bu, Hmm. yəni qarışıq bir font dizaynları üçün lazımlı bir üsuldur. E, Burada sizə əsasən nələr lazım olacaq? Önəmli olan hansı bir fiqur çəkməyinizdir. Məsələn, deyək ki, dairə çəkirsiniz. Amma bunu strokla edirsiniz. Bunu strokla edirsiniz. Bir fiqur çəkdiniz. İstədiyiniz bir şey edə bilərsiniz. İstədiyiniz bir fiqur çəkə bilərsiniz və ya kurvetulla nə istəyirsiniz çəkə bilərsiniz. Amma bir fərqi yoxdur. Əsas olan sizin orada yazınızdır, font dizaynınızdır. Yazı və font dizaynı keçməmişdən qabaq knife-ı seçirsiniz. Knife-la tutaq ki, hər hansı bir forma çəkirsiniz. Məsəl üçün belə bir şey çəkdim. Bu knife şəklində çəkilmiş oldu. Hazırda bu ayrı bir hissədir. Və ondan sonra yazıya keçirsiniz. Bir layer bölməsinə baxa bilərik ki, məsəl üçün bizim əslində bir dənə dairəmiz var, bir hissəmiz var sadəcə. Bunu istəsəz qrup şəklində sala bilərsiniz, istəsəz ayrı bir hissəni də işləməyimiz mümkündür. Yəni bunun çox şeyi yoxdur. Direkt, amma seçəndə direct selection toolunu seçməlisiniz. Shift-i bas saxlayaraq ayrıca bir direct selection tool vasitəsilə bunu seçməlisiniz ki, o tənzimlənə bilsin. Bunu elə bil ki, bir parça kimi ayrıca eləməlisiniz. Yəni bu ayrı bir parça kimi olmalıdır. Bu dairə ayrı bir parça kimi olmalıdır. Bu hissəsi isə ayrıca bir parça kimi olmalıdır. İndi məndə burada error verib. Mən bir dənə təzədən tənzimləməliyəm. Killer olmalıydı lan. Hə, yəni indi ayrı-ayrı olmalıdır. O görürsünüz, indi ayrı-ayrıdır. Görürsünüz? Niyə belə oldu bayaqları? Çünki mən bunu çəkəndə bunun içindən çəkdim. Birləşmədilər. Bunun çölündən çəkəndə o ayırır. Avtomatik ayırmış olur mənim üçün. Ona görə onu elə çəkməlisiniz ki, o avtomatik ayırsın. Bu iki hissəni ayırsın mənim üçün. Ayrı-ayrı parça kimi götürür çünki onlar. Ona görə o tənzimlənməlidir. Və adi bir qaydada gəlirsiniz, yazırsınız. Nə istəyirsiniz? Ki, var. Fontunuzu tənzimləyin. Fontunuzu tənzimləyirsiniz. Nə qədər maraqlı font seçsəz, bir o qədər də o effektiniz daha da maraqlı olmuş olacaq. Məsələn, varpı seçdim. Bunun içərisini seçdirirəm. Araşdırıram içərisində. Elə eləməlisiniz ki, baxın, bu var, varpı dartırsınız, atırsınız layerlərin aşağısına. Ən altı atırsınız. Yəni elə bilin ki, bu üzdəki fiqurlar yazılarınızın yuxarısında olmalıdır. Başa düşdünüz? Bunu istəsəz şey kimi də edə bilərsiniz. Götürüb və yazınızı seçib sağ düyməni basıb Arrange-dan Break to Front da eləyə bilərsiniz. Elə də arxaya ata bilərsiniz və yaxud da tamamilə götürüb sürükləyib arxaya ata bilərsiniz. Və yaxud da hansı fiqurunuzla işləyirsinizsə, iminə hansı fiqurunuzu tənzimləyəcəksə, onun o arxasına ata bilərsiniz. Qaranti üçün lap altı atmağınız okeydir yəni. Sonra da məsələn bunu seçirik, Shift-i bas saxlayıb Warp-ımızı seçirik. Yəni fiqurunuzun bir parça hissəsini seçdiniz, adi selection seçirsiniz və yazını seçirsiniz. Ondan sonra gəlirsiniz Object. Object-də Envelope Distort var. Envelope Distort. Və burada Make with Top Object var. Make with Top Object-ə klikləyirsiniz və gördünüz, fiqur formasına düşdü. Artıq mən fiqurum hansı formada edirsə, fontun hansı forması o formaya gəlib düşdü. İkinci hissəni də bu şəkildə edirsiniz. Yazırsınız, like just. Bunu da gətirib qoyursunuz bura, içinə.
və bunu da atırsınız arxaya. İndi bu fiquru seçirəm. Shift'i basıb saxlayıb bu yazı seçirəm. Hər hansı bir export filan buna eləməyə ehtiyac yoxdur. Və gəlirsiniz Object, Envelope Distort, Make with Stop Object. Və bu şəkildə yazı tənzimlənmiş oldu. Gördünüz? Hı hı. Yəni ki, sərgəli şəkildə eləmək, yazınızı tənzimləmək. Yazı hərflərinizi balacalaşdırsaz, ona uyğun da tənzimlənə bilir. Balaca elədim, seçdim, Object, Envelope Distort, Make with Stop Object. Hə, bax görürsüz error verdi. Niyə error verdi? Aş Çünki yazım üstdədir. aşağı. Hı. Yazımızı aşağı eləməliyik. Görürsüz, məsələn, yazı üstdə olanda, fiqurun üstündə olanda effekt tətbiq olunmur. Adi bir detaldır da. Görürsüz. Amma görürsüz, yazının böyük və balaca olmasının bir fərqi yoxdur. O özü fiqur formasına görə çevrilmiş olur avtomatik. Yəni yazı siz balaca eləyin, siz böyük eləyin bir fərqi yoxdur. Avtomatik olaraq o özü-özünə e, böyümüş olur. Böyük bir şəkildə çevrilir. Ona görə onun bir xüsusi şey yoxdur. Mahiyyəti yoxdur. Başa düşdünüz bunu? İndi bunu düzəltdik. Bundan sonra ona düzəliş eləyə bilirik, yoxsa bu Ha, uje ha, ha, hazır ha. forması? Sözü Exmut edirsiniz onda. Ondan sonra. Ondan sonra da şəkil düzəlmiş. Adı kurutuldu. Exmutdan sonra istədiyiniz kimi düzənləyə bilirsiniz. Rahat şəkildə. Yazını amma dəyişəmirsiniz. Yazını ancaq qabaqçını, sözlər qabaqçını dəyişməlisiniz. Yoxsa dəyişməyəcək. Eksportdan qabaq. Bəli, Exmutdan qabaq eləməlisiniz. Hı. Okay. Bu aydındır da. Hı. Digər text effektini göstəreyim sizə. Bu e, wave effekti, yəni yazılarınızı dalğalı bir text effektinə salmaq üçün istifadə olunur. Birinci hansısa bir yazı yazırıq. Burada da fontlarınızı diqqət eləməlisiniz. Yəni fontlarınız nə qədər qalın olarsa, nə qədər maraqlı olarsa, bir o qədər daha maraqlı effekt yaradacaq. Çünki adı üstündə effekti və fontunuzun özü də effektiv bir halda olmalıdır. Wave yazısını yazandan sonra bir rectangle çəkirsiniz. Hansı ölçüdə siz çəkə bilərsiniz. İdealınıza görə dəyişmiş olur. Hansı formada istəyirsə o formada çəkməyiniz mümkündür. Buna bir yazı verir, rəng verirsiniz. İstədiyiniz rəngi verə bilərsiniz. Qırmızı. Bunu kopyalayırsınız eyni ölçüdə. Ctrl D ilə. 3 dənə belə bir fiqur yaratdınız. 3 dənə belə bir ölçüdə bir-birinə bitişik şəkildə fiqurunuzu yaradırsınız. Sonra istəsəniz, məsəl üçün, maraqlı olsun deyə, tənzimləməniz olsun deyə eyni rəngdə də elə bilərsiniz. Amma maraqlı olsun deyə, məsələn, rənglərini dəyişdirə bilərsiniz ki, belə maraqlı bir wave, abu-hava yaransın. Tutaq ki, məsəl üçün. Ə, tipdə 3 dənə fərqli rəng eləyə bilərsiniz. Sonra da üçünü də seçirsiniz, qruplaşdırırsınız. Üçü də qruplaşmalıdır. Sadəcə düymə basıb qrup edirsiniz. Yazınızı da kopyalayırsınız. Hələ Xmıza ehtiyac yoxdur, Xboot falan ehtiyac olmur. Siz yazdınız ki, kopyaladınız. Ondan sonra gəlirsiniz. İndi bu düppədüz şəkildədir də. Bu fiqurlarınız düppədüz şəkildədir. Burada bir dalğa yaratmalısınız. Dalğa yaratmaq üçün də istəyirsiniz altdakını dalğa forması salın, istəyirsiniz ortadakını. Ortadakını eləyək. Image Direct Selection-ı seçirik ortadakını. Sonra gəlirik Bu arc hissəsini tapırıq. Effect. Bizim arcımıza nə? Hə, var. Arc yox, elə burada wave var. O wave-i seçirik. Wave-i seçdik. Bu wave-i tənzimləyərək biz bunun gərək dalga formasını salaq. Dəqiqə. Yəni, bunu qrupdan çıxaraq. Bizə lazımdır ki, o fiqur, son verəcək. hə,
Bu fiqur dalğa şəklində olsun. Onu dalğa şəklində oynatmağımız üçün onu tənzimləməliyik. Stildə style. Yani horizontaldır, 0-0'dır. Bakma 43 oluyor. Bu niye efekt vermiş? Arkadan yoxlayaq. Arkadan olmayacaq. Bizə Wi-Fi lazımdır. Style'a girin görün ne değil. Ha, bir şey deyim. Biz niyə bir dənə eləyirik? Bunu qrup eləyək. Bunu toplu şəkildə eləyək. Hə, söz. Elə bilin ki, bir dənəsini eləyəndə Hı. effekt bir fiqura tətbiq olunmur. Çünki böyük bir fiqur olmalıdır ki, web tətbiq olunsun. Çünki web daha biraz genişdir. Amma bizim bir ədəd fiqurumuz çox nazikdir deyə, o çox naziklikdə effekt tətbiq olunmur, görsənmir. Ona görə də qruplaşdırıb üçünü də tətbiq eləyin. Yəni üçünü bir yerdə. Var, wave və salam. Gördünüz? 43% yetərlidir və biraz dəyişdirə bilərsiniz. Ümumi işli olaraq effekt tətbiq olunur deyə, onda o effekt görsənmiş olur. Horizontalı saxlayırsınız. Bunu 53%, 43% tənzimləyə bilərsiniz. Bunları dəymişsə, horizontala filan, vertikal dəymişsə, çünki o səliqəsiz halı salmış olur. Ondan sonra OK eləyirsiniz. OK-dən sonra bu fiqur lap alta düşməlidir. Ən alta. İstəsə bunu sağ düymə basıb Arrange-dan Send to Back deyilib birbaşa arxaya ata bilərsiniz. Eyni tərzdə Hı olmuş hı. olur. Və yazı hissəsi bunun üstünə çıxardırıq. Yazı hissəsi bunun üstündə olmuş olur. Hamısını seçirsiniz. Yazınızın hamısını seçirsiniz. Yazı, fiqur, hər şey seçilir. Və çəkdiyimiz, hazırladığımız fiqur wave hissəsi də lap altda olur. Və sağ düymə basıb burada transform var. Transform again edirsiniz. Dəqiqə. Transform again. Make clip mask edirsiniz. Və formaya düşür. Gördünüz? Verdiyiniz fiqur, dalğalar həmin o tipə malik olmuş olur. Sonra əlavə olaraq istəsəniz bunu da gətirirsiniz bura. Altına atırsınız. Onu bax, böyüdürsünüz. Belə maraqlı bir effekt əldə edirsiniz. Tak. Əlavə olaraq yəni. İstəsəniz onu tək də saxlaya bilərsiniz. İstəsəniz onu bir yerə saxlaya bilərsiniz. Və belə tipdə sanki kölgə formasında belə bir forma əldə edirsiniz. Bunsuz da olur. Arzu başa düşdünüz necə gedir? Şimdi gəlin bir dənə də yoxlayıb başqa cür formada yoxlayaq. Daha da aydın olsun sizə. Dala qaydırıq. Bu getdi. Wave yazımız var. İstədiyiniz şey eləyə bilərsiniz. Məsələn, bu wave-dir. Fish də eləyə bilərsiniz. Məsələn, balıq da eləmək olar. Amma hamısını belə rectangle-a gətsəz daha maraqlı olur. Çünki rectangle daha düz formadır və daha rahatdır. Yəni, rənglərimizi verdik. Formamızı verdik. İstəsəz 4 dənə eləyə bilərsiniz. İstəsəz 2 dənə eləyə bilərsiniz. Fərqi yoxdur yəni. Bu ideyaza görə dəyişir. İstəsəz eyni rəngdə elə bilirsən, eyni rəngdə görsə bir mənası olmur. Rənglər müxtəlif olmaq daha qəşəngdir. O Ermənistan bayrağı oldu. Məsəl üçün. Hamısını seçirik və qruplaşdırırıq. Qrup edəndən sonra qrup etdikdən sonra gəlirik. Deməli, yəni effect. Buraya burada var. Var.
Evet. İstəsəz Wave elə bu da fiş eləyək. Bu da fiş şəklində eləyək. Fiş şəklində rəng forması düşəcək onsuz da. Hı hı. OK elədik. Bunu lap alta atırıq. Wave-i gətirib qoyuruq bura. İkisini də seçirik, hamısını seçirik və sağ düyməni basıb Hı. Make Mask və bu şəkildə düşdü. Onsuz o formanı almır, o balıq formasını almır. Hı. Oradan əldə olunan rənglər əldə olunur. Əsasən yəni oradan gələn rənglər önəmlidir. O forma lazımdır. Bu formanı şey əldə edirsiniz. Bundan qabaqki göstərdiyim üsulla əldə edirsiniz. Envelope Hı. Distort. Bildiniz də? Bəli. Make Object-dən. O formada əldə edirsiniz. İndi burada baxın, burada belə çıxıntılar, kəsintilər var da. Bu da nə səbəbdəndir? Yazılarım bəzi yer Yazı çıxıb. çıxıb ona görə. Make Mask yazılar çıxanda qırağa problem olur da. Kəsintilər olur. İndi düppədiz oldu. Və bu şəkildə font dizaynlarınızı verə bilərsiniz. Daha da maraqlı dizaynlar yaranmış olacaq. Başa düşdünüz bu effektləri? Görürsünüz, məsələn, bilinən tullardır. Amma bu bilinən tullardan bunların törəmələridir. Müxtəlif cür effektlər yaratmaq olur. Yəni, bunu özünüz testlər də apararaq başqa şeylər düşünərək də eləyə bilərsiniz. Bunlar isə hazır mövcud olan bir effektlərdir. Mövcud olan bildiyiniz fontlarla, effektlər vasitəsilə. Sadəcə olaraq birləşdirib kompozisiya eləyirsiniz. Ancaq yazın üzərində, hə? Məqsəd yazıdadır da, çünki tekst effekti gedir. Başqa şeydə də Tekst. eləyə bilərsiniz. Fiqur üstündə də eləyə bilərsiniz. Amma bunu gözəllik verən fontdur da, fonta tətbiq edirsiniz. Elə bil ki, fiqurunuzun Hı. effektini birləşdirirsiniz font dizaynınızla. Hı. Okeydir. Bugünlük bu qədər. Nəsə bir suallarınız var bugünkü dərslərlə bağlı? Hı. Başa düşdünüz hər şey? Böyle seçim. Tamamdır. Tapşırıqları yazacağım sizə. İşləyərsiniz onları da. Bu fontları işləyəndə posterlərdə bu tipli font effektləri, dizaynları tətbiq eləyin. Tez internet olmasın. Səs Necə? qırıldı. Deyirəm ki, məsələn, bugün keçdiyiniz font effektləri var ha. Hı hı. İşlədir. Onları məsələn posterlərinizdə tətbiq eləyin. Yaxşı. Okeydir. Tamamdır. Sağ olun. Çox sağ olun. Sağ olun. Gününüz xoş keçsin. Sizin də çox sağ olun.